Salam 44 kanalının dəyərli izləyiciləri. Bu dəfəki videomuzun mövzusu Şkoda Rapidin ikinci nəslidir. Düzdür, bu avtomobillər bizim ölkəmizdə o qədər populyar deyil və bu avtomobilin sahibi də avtomobili çəkiliş üçün təklif eləyəndə özümə sual verdim ki, görəsən bu video kimə maraqlı olacaq, yəni bu avtomobilləri kim ala bilər? Amma daha sonra fikirləşdim ki, bu müasir Çin sedanlarının fonunda əslində hər kəs Çin avtomobilləri almağa hazır deyil hələ və hələ də elə adamlar var ki, onlara sırf ənənəvi, yəni sadə konstruksiyaya sahib olan daxili yanma mühərrikli bir avtomobil lazımdır. Büdcə segmentində hardasa 20 min manat civarında və onlar üçün də bu avtomobil məncə baxa biləcəkləri avtomobillərdən biridir. Deməli, qeyd etdiyim kimi bu Şkoda Rapidin ikinci nəslidir. Bu avtomobillər 2019-cu ildən istehsala başlayıblar və hələ də istehsal olunublar. İkinci nəsil Rapidlər liftback və hatchback növlərində istehsal olunublar. Bizim avtomobilimiz liftbackdir. Və bu avtomobillər də kompakt sedan segmentinə aiddirlər, yəni B sinifinə aiddirlər. Hansı ki, konkurentləri də Hyundai Accent, Kia Rio, Lada Vesta və Volkswagen Polo'dur. Onu da qeyd edeyim ki, bu avtomobillə Volkswagen Polo da eyni baza üzərində inşa olunublar. Deməli, Şkoda Rapidin gövdəsi kifayət qədər keyfiyyətli metala sahibdir. Yəni bu avtomobillər korroziya meyilli avtomobillər deyil. Lakin yürüşü çox olan avtomobillərin boya təbəqəsində müəyyən rəng defektlərinə rast gələ bilərsiniz. Deməli, avtomobillərdə baza komplektasiyalarında belə LED işıqlar olur. Baza komplektasiyasında 15-lik disklər olur üzərində. Lakin daha yaxşı komplektasiyalarda 16-lıq disklər olur. Amma 17-lik və 18-lik disklər də bu avtomobillərə gedir. Şkoda Rapidin heç şübhəsiz ən müsbət özəlliklərindən biri məhz onun baqaj bölməsidir. Çünki bu avtomobil liftbackdir və olduqca böyük baqaja sahibdir. Gördüyünüz kimi baqaj qapağı məhz arxa şüşə ilə birlikdə açılır və deməli liftbackin baqaj həcmi 530 litrdir. Hatchbackdə isə əlbəttə ki daha azdır. Deməli baqaj olduqca böyükdür bu segmentə görə. Qeyd etdiyim kimi 530 litrdir, lakin baqajda hər hansısa bir funksional yoxdur. Arxa oturacaqlar qatlanır və baqajın həcmi demək olar ki 2 dəfədən də çox böyüyür. Baqajın alt hissəsində ehtiyat təkəri var və bu qədər. Rapid B segmenti avtomobil olduğuna görə bu avtomobilin salonu o qədər geniş deyil, amma 2 nəfər rahat otura bilər qabaqda. Deməli, oturacaqlarımız parça ilə üzlənib və oturacaqların tənzimlənmə mexanizmi mexaniki şəkildədir. Ən baza komplektasiyasında da arxa iki şüşənin qaldırılıb endirilmə mexanizmi də mexanikidir. Amma bizim avtomobilimizdə 4-ü də elektron şəkildədir. Deməli, güzgülərin tənzimlənməsi var salondan, amma güzgülərin qatlanması yoxdur. Sükan dəri ilə üzlənib, multisükandır. Burada da səsin, multimediyanın, kruizin idarə olunması var. Sükanın tənzimlənmə mexanizmi də mexaniki şəkildədir. Cihazlar panelimiz analog formadadır. Ortada bord kompüter var. Monitorumuz CarPlay ilə təchiz olunub. Kifayət qədər çevik monitoru var. Ən azından Toyota'nın monitorlarından daha çevikdir. Aşağı hissədə peç bölməsi var. Bizim avtomobilimizdə klimat kontrolu yoxdur, amma kondisioner mövcuddur. Və hər iki ön oturacaqların da qızdırılma funksiyası var. Daha aşağıda 2 ədəd USB Type-C çıxışı var. 2 ədəd biri böyük, biri balaca stəkanlıq var. Əşyalarınızı qoymaq üçün orada kiçik yer var. Parking əyləcimiz var mexaniki şəkildə və klassik sürətlər qutusunun başlığıdır. Əlcək yuvası olduqca genişdir. Düzdür, büdcə segmenti bir avtomobil olduğundan burada istifadə olunan materiallar hamısı sərt materiallardır. Yeganə bu dirsək altlığından başqa. Bir də ki, bizim avtomobilimizdə dirsək altlığı yoxdur bu mərkəzdə. 12 voltluq soket var və demək olar ki, bu qədər. Qabaq oturacaq mənim boyuma görə tənziblənib, yəni 1.75 metr. Mən öz arxamda otura bilirəm rahat şəkildə. Müəyyən qədər diz və baş məsafəm var. Yəni oturmaq mümkündür, amma çətin ki 3 nəfər böyük adam burada rahat uzun yol gedə bilsin. Çünki həm
mərkəzi tunel kifayət qədər hündürdür, baxmayaraq ki, avtomobil ön ötürücülüdür. Həm də ki, indi qeyd edirəm, avtomobil biraz dardır. Amma burada da yenə sərt plastikdən istifadə olunub. Bu dirsək altlığından başqa ön oturacaqlarda əşyalarınızı qoymaq üçün ciblər var. Bir ədəd stəkanlıq var. Yenə də arxa sərnişinlər üçün 2 ədəd USB Type-C çıxışı var. Dirsək altlığımız yoxdur. İşıq var. Bir də ki, əşyalarınızı qoymaq üçün burada qapı karterində bir ədəd cib var. Rapidin kapotunun altında 1.6 litrli 4 silindrli atmosferik mühərrik var. Bu MPI texnologiyası ilə təchiz olunub. 110 at gücü istehsal edir. Yəni çox güclü mühərrik deyil, amma olduqca sadə və dözümlü mühərrikdir. Hansı ki, demək olar ki, hər yerdə bu mühərriki təmir elətdirə bilərsiniz. Mühərrik qayışlı mühərrikdir. Qayışı məsləhətdir ki, hardasa hər 60 min kilometrdən bir yoxlatdırasınız. Əgər artıq uzanıbsa, onu dəyişdirmək lazımdır və bu mühərriklərdə məhz qayış qırılanda klapanlar da əyilə bilir. Ona görə də məsləhətdir ki, buna ciddi yanaşasınız. Bu mühərriklərə düzgün qulluq olunanda rahat 300 min kilometr gedə bilirlər. Yəni, bir sözlə olduqca dözümlü mühərrikdir. Deməli, avtomobilin səs izolyasiyasını qeyd eləmək lazımdır ki, çox zəifdir səs izolyasiyası. Yəni, çöldəki səslər, mühərrikin səsi və s. hamısını eşitmək olur salonda. Deməli, bu avtomobillərdə el arasında sadə sürətlər qutusu deyilən hidrotransformatorlu avtomatik sürətlər qutusu istifadə olunur. Bu sürətlər qutusu Yaponiyanın Aisin firmasının sürətlər qutusunun demək olar ki, kopyasıdır və çox dözümlü sürətlər qutusudur əslində. Sadəcə yağını hər 70 min kilometrdən bir dəyişmək lazımdır və bu sürətlər qutusu çox uzun ömürlüdür. Yəni rahat 300 min, 400 min kilometrdə ömrü var. Sadəcə bu sürətlər qutusu çox qəribə işləyir düzü. 6 pilləlidir, lakin şəhər rejimində müəyyən qədər narahatlıq verir sürüşə, çünki pillələri bir qədər fikirləşərək atır. Xüsusən də siz döngə dönmək istəyəndə, yəni yavaşlayıb sonra yenidən döngəni dönəndə sürət yığmaq istəyəndə avtomobil növbəti pilləyə keçirmək üçün çox fikirləşir. Bundan əlavə demək olar ki, qutuya hər hansısa bir başqa nüansı yoxdur. Avtomobil cəmi 110 at gücüdür və dinamikası yaxşı deyil. Yəni, bu avtomobildən dinamika gözləməyə dəyməz, amma avtomobilin sürücüsü qeyd edir ki, uzun yollarda ötmə əməliyyatlarında xüsusi bir problem yaratmır. Nə olsa sənlikdir. Sən Instagramda da yazacağam. Əziyyət çəkir bu aşağı. Hə, bu kondisionerdə zatdır o şey. Maşında 3-4 nəfər oturanda yerəmir. Skoda Rapid o qədər yumuşaq avtomobil deyil. Bu avtomobildə öndə McPherson dayaqlardır, arxada isə tirli askı sistemidir. Avtomobilin askı sistemi olduqca dözümlüdür, amma ki, komfortuna qalanda bu avtomobil komfortlu avtomobil deyil. Çox belə udarla keçir. Uzun sözün qısası, Skoda Rapidin ikinci nəsli olduqca qənaətçil, dözümlü, sadə konstruksiyaya sahib və ən əsası da praktik avtomobildir. Yəni bu avtomobil həm kiçik ailələr üçün, həm də taksi fəaliyyəti üçün olduqca uyğundur. Və əgər siz hələ Çin istehsalı sedanları almağa risk eləmirsinizsə, eyni qiymətə bu cür avtomobil də ala bilərsiniz. Bu qədər dəyərli izləyicilər, gələn videolarda görüşənə də kanala və sosial media hesablarımıza da abunə olmağı unutmayın. Sağ olun.